Müqəddəs kitab Filiplilərə göndəriş 2:9-dan 11-ə qədər yazılıb. Buna görə də Allah onu çox ucaltdı və ona lütflə bütün adlardan ali bir ad verdi ki, göydə, yerdə və yerin altında olanların hamısı İsa'nın adına ehtiram edərək diz çöksün və hər dil Ata Allahın izzəti üçün İsa Məsihin Rəbb olduğunu bəyan etsin. Hər günün əvvəlində bu imtina duasını oxuyun. Əziz Rəbbim, mən sənə özümə aid olan hər şeyi təslim edirəm. Sənə sahib olduğum hər şeyi verirəm. Sənə düşüncələrimi, baxışlarımı, dünya görüşümü və bütün elektron cihazlarımı təslim edirəm. Hər gün bu duanı yaşayaraq davam edin.